Salam əziz dostlar, necəsiniz? Mən Musa Sədli və bu gün sizlərə günlük vlog eləyəcəm. Hal-hazırda məktəbdən çıxmışam, skuterlə, jetlə və kameranın sinəmə bağlayacağam, sizlər görün. Necə sürürəm. Telefonu sumkaya keçirdirəm belə. Bir də baxım görün, özü görürsünüz, yaxşı görürsünüz. Maşın məni vurdu. Bəli. Bu vlogda mən nə eləyəcəm? Heç nə. Hər gün nə eləyəmsə onu eləyəcəm. Sadəcə sizə göstərərək bu dəfə. Bax, xalanı görün, nətər vururam. Nəysə. Belə baxıram motoblogerlərə falan. Onlar da belə qoyurlar, mırta danışırlar, çəkirlər, paylaşırlar. Mən də dedim, Kafkaz video gəlmir hesab vaxtı. Dubai vlogun saymıram. Dubai vlogun seriyalan bu arada editləyib yavaş-yavaş göndərməyə çalışacağım. Həmin anda bunu editləyim, biraz göndərim, videosuz qalmayın. Yemək yiyək, özüm də baxım, siz də baxın falan filan, yəni. Ona görə indi bunu çəkirəm. Və belə yəni, gedirik. Məsələn, belə maraqlı bir şey olsa sizə göstərəcəm. Hal-hazırda hara gedirib, buradan mən Şəkirin Kurğuna dönəcəm. Orada hazırlığım var. Ya da yox, deyəsən. Hazırlıq yox idi deyəsən, məlumət hər nəysə. İndi gedirəm, maşın məni vuracaq, arxamda maşın var. Heydər Əliyev, sizə Heydər Əliyevi göstərim. Bu arada skuteri sizə göstərim, skuter. Hal-hazırda 24-dən gedirəm, maksimal sürət 24-25-dir, belə bir şey. Skuter də yəni ən azından jet proqramında. Çarkoda skan eləyəndə ucuzdan şey eləmək olur, götürmək olur. Yarım saat məsələn 3 manat 50 qəpiyə, 15 dəqiqəsi 1 manat 80 qəpiyə falan o şəkildə bunu götürmək olur kirayə. Amma gərək kartınızı falan bağlayın da, yəni. Nəsə lazım olsa kommentlərə falan yazın, proqramı necə aktiv eləyim, yəni əgər ondan bağlı suallarınız alırsa. Onu həll eləməyə çalışım sizə, kömək eləməyə çalışım mən. Bura Heydər Əliyev mərkəzidir. Burada bilmirəm nədir, amma elə bir şeydir. Zırtdan şovu falan burada oluyordu da əvvəllər. Haydi yavaş gedirik. Bir də motosiklet alsam inşallah. Bəli, biraz özüm haqqında danışım, nəsə vaxtı haqqında danışmıram. Mən ikinci qrupam, yəni ikinci qrupa verəcəm, amma belə özüm xaricdə oxumaq istəyirəm. Yəni ayət sənədə xaricə getməyə çalışacağam. Orada idman tüzayı var imiş. Və əgər alınsa inşallah ayət sənə xaricə getməyi daha üstün tuturam. Yəni ki, Azərbaycanda qalmaq. Xaricdən də hansı ölkəni istəsəniz, IELTS-lə İtaliyanı, IELTS-isə YÖS-lə Türkiyəni istəyirəm, yəni hansı qismət olsa inşallah. Belə də şəxsində çox da fərqi yoxdur. Azərbaycanda da qalmaq olar, amma xarici ayrı şeydir, yəni xaricin ləzzəti ayrıdır. Bəli, hal-hazırda Heydər Əliyev mərkəzindəyə gördüyünüz kimi, bura Heydər Əliyev mərkəzidir. Burada əl içində düşən dayı, burada heykəllər. Orada aşağı düşən yeri var, orada mən çox manevr falan edirəm, mənim xoşuma gəlir orada. Oradan biraz sürə-sürə gedək, həmin anda sizlə danışmağa davam edin. Ay da, baxım görüm kamera geniş açı ilə çəkir. Yox, yaxınlaşdırmışam mən. Nəysə, sizə belə qoyun. Belə gedək. Telefonu qəşəng saxlayır ha, sumka. Düşüb eləməyib elə ki. Hə. İkinci qrupda mən nəyə verirəm? Biznesində olması. Əgər IELTS-də də eyni şəkildə həmin ixtisasa uyğun nə tapsam, ona verəcəm. Buraya aşağı düşür. Ora lazım deyil. Bura lazım. Bəli, ikinci qrupa verəcəm biznesində olması və inşallah qismətlə olsa ona verəcəm. 9-cu sinifdə bu arada 170 bal yığmışdım. Bura mənə ləzzət edir, yəni belə sürətlə falan dönürsən, edirsən, adam özünü Formula 1-də hiss edir. Allah otur, Allah! Oy bu. Üzürsən? Şah. Oy.
Təkər, arxa təkər tullanır ya oğlum. Bu arada ben skuterin qabağını qaldıra bilərəm inşallah dostlar. Dəqiqə, baxın. Sənətə göstərə bilərəm bunu. Bir dənə göstərəm, amma qalxdı məsələn. Bir dənə kamera qoymağa yer tapın, sizə qoyum ora. Skuterin qabağını qaldırdığımı göstərəm sizə. Mən filiyim. Kameranı qoyaq bura. Baxın Bəkir. Oyda üzrü sayın 8x olub bu. Hoppa. Bəli, hal-hazırda indi qabağını qaldıracaq, siz də baxarsınız. O telefon. Hoppa. Bəli, belə. Heydər mərkəzindəyik. Heydər mərkəzi. Və bu da skuterim. İndi isə davam edək. Çəkir. Ən azından qabağını qaldırdığımda gördünüz. Ayda bunun şey oldu ki, belə dişdən düşəndə öz-özünə avtomatik tormuz verir. Və adam elə bir şey qabağa yıxılmış kimi olur. Görək buradan qalxmağa yer var. Oraya bir də drift atım. Ayda atanmadım. Bir də atım. Atanmadım. Of. Aha buradan qalxmağa yer var. Ayda bura. Elektron olmuş. Buradan qalxaq. Buranın ətrafı açıqlıqdır. Bir dəfə də buradan qalxaq. Bir dəqiqə sürət azalsın. Hop. Qabağın qalxdım. Bir dəqiqə. Aa. Sürət azalanda qabağını qaldırmaq lapa çatdı bu arada. Bir dəqiqə, yenə kameranı qoymağa yer tapım sizə göstərəcəm. Bu arada manevralarda niyə drift atmıram? Çünki bir dəfə ala qarığa. Çünki bir dəfə manevralarda drift atanda yıxılmışdım. Hə, bir dəfə də sizi bura qoyum, şəklini çəkim, yəni qabağını qaldırmaq. Driftə gəl. Drift niyə atmırsan sən? Üçün bayaqlar arxasını sürüşdür. Sizi qoyaq bura. Hop. Əlbəttə, yer sürüşəydi dostlar. Baxın indi. Görürsünüz? Yüngülləri qaldıra bilirəm, orada yıxılmağım da mənlik deyil də, yəni. Yer sürüşəydi, özünüzdə də dedim. Dizim əzildi. Bəli, hər nəysə. Dəqiqə. 0.6'da qalıb bu hələ qəşək. Bu arada İtalya vlogu gəlməyəcək, o kəsildi. Çünki o İtalya vlogu olan telefonum xarab oldu və bütün məlumatlar da getdi. İndi təzə telefonum. Onu iPhone X-dən çəkmişdim, bilməyirsiniz ya yox. İndi S23 Ultra ilə Samsung Galaxy S23 Ultra ilə. Ayda burası deyənə bayaq kimi yıxılmasam yaxşıdır. Drift atmalıyıq ya. Hoppa. Olmadı. Nəysə, suda yavaş. Suda yavaş çəkərsəz, bayaq mənim başıma gəlir, sizin də başınıza gələcək. Telefon düşür, bir dəqiqə. Hoppa. Hop. Şöyle getdik. Oyda, bura bütün su düşür. Yağış yağır bak. Ay yok, yeri su. Kalk, kalk ey vətən. Hoppa. Telefon da getdi. Telefon yaxşıdır. Mən də yaxşı. Yer suydu və yenə drift atmağa çalışdım. Ancaq yıxıldım. Drift atmağa çalışmadım, dönməyə çalışdım. Dönməyə çalışdım, yıxılıram. Çünki yer sudur. Bəli, sizi qoydum bura. Getdik. Bu arxa çəkizdir ya, yer suda susuzdur ya. Başa düşürsünüz də siz mənə. Bəli. Vlogun yarısı skuturla oldu yüngül bari. Hayal təkər sürüşür. Telefonu ayrı qoymuşam. Şey. Arkamda golf kar var. Başım qaşınır. Oyda buradan aşağı sürsəm nə olar acırsam mən. Turistlər yedim, salam verib. Əylə yox.
İtaliya'da heç kim mən sana bilmir. Ay, ya da Türkiyədə. Mən niyə onlara verirəm? Bəli, bu yolla bir dəfə də gedək. Ondan sonra bundan sabrım deyil o. Sumka təsdi. Bəli, indi mən Nəriman və Montinə buradan izləydim. Keçiddən gedərəm, bəli. İndi gedirik keçidə. Oy, qarnım. Bəlk şlankın üstündən getdim və ağrısı aha şəkil. Hoppa. Allah, yox. Bax, bunun üstündən bayaqlar sürətlə getdim. Ona görə biraz uf oldu. Oy, yenə. Ah. Ah, burası suydu, bayaq yıxılmışdım burada, yavaşlayaq. Ayda, burada velosipeddə tüm düşmən yeri yoxdur. Hoppa. Amma qəşəng papaq alıb, kameranı papağa bağlaya bilərəm. Amma gərək GoPro'dan zaddan nəsə alım da. O da var. Arxadan başı gəlir, mən keçim üçüncə. La 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 la. Əl. Bu arada mən bir şey fikir vermişəm. Şəvəl kobaltların nömrələrinin axırı %90 Y ilə başlayır. Yəni necə məsəl üçün bu nömrənin 77 S-dır 547 ya da ki 10 Z-ı 233. Belə bir şəkildə, amma bu normal maşınların nömrələridir. Amma Chevrolet kobaltların nömrələri Y ilə başlayır. Məsələn 77 YZ 617 ya da ki 77 YP deyə kobaltlarda göstərmişsə. Göstərəmədim. Məsəl üçün kobaltın nömrəsi PX-dir. Bu %10'luq hissədən biridir. Buradan gedərəm qəşəngcə. Maşının farasını qırmadan. Yəni, hop. Əgər sürəməyəsinizsə dostlar, siz də sürməyin. Mən sürə bilirəm deyə sürürəm. Amma maşın bax, məsəl üçün kənarına baxmadan çıxır. Maşın sürürsənsə sən hər tərəfinə baxmalısan. Uşaq çıxa bilər, nə bilim, başqa bir kimi skuter çıxa bilər. Yəni ehtiyatla sürün, ay qardaş. Ölməliyəm, ölməliydim. Bəli. Ayda, pulum olsa McDonald's'a gedərdim. Tamam. Cəmat kameranı dönür, evlə çözədən şöyle yaxalı üstünə baxmaq edir. Hə, elə bilirlər ki, dəliyəm mən sən. Bəlkə eləyəm. Amma yəni kamera çəkində kameraya danışıram. Sadəcə onları bilmir kameraya danışıram da dayı. Arxadan maşın gəlir, isayət deyəm də, yoxsa daha yanmazdı. Gəl maşın gəlir arxadan. Mən bir də GoPro pul GoPro alıb, dirək kepka alıb, GoPro-nun çəkkəni bəlkiliyib, ondan elə sıraya rahat. Mən baş açımda başımı hara çevirəm, çox görürəm sizlə. Orada hal-hazırda maşını alıram və bu qeyri-qanuni deyil, yəni bilməyənlər də deyil. Yəni maşın çünki vəsiyyət yoxdur. Vəsiyyət olsa yəni maşını getmək məncə çox da bir problem deyil. Düzdür, polisdən soruşan dediyim məlumat həqiqətən deyil. Yəni polis saxta cərimə eləyə bilər, amma siz də özünüz araşdırmaya gedin. Amma mən hələ ki polis soruşan və cərimə. Oy, başlayın. Maşın satır yəni mən maşın bilirsə siz gördünüz alayım. Bunu mən balansım tutardı. Dəqiqə baxım dostlar balansım. Hal-hazırda mən parkındayam. Günlük vloqa davam edirik. Skuterin vaxtı qutarıb başı bu arada, hə. Və indi gedəcəm hazırlığa. Hazırlıqdan sonra görüşərik. Hələlik. Bəli, hazırlıqdan çıxdım. Və məktəbə gedirəm. Hava çox istidir bu arada. Və məktəbə gedək. Ondan sonrasına görüşərik. Hələ videonun yaşı skuter oldu. Lazım olsa biraz bəzi yerlərini kəsəm. Nəysə, gedək. Əziz dostlar, hal-hazırda məktəbdən çıxdım və gedirəm. Yanımda sinif yoldaşım ya da məktəb yoldaşım Marif var.
Bu arada bilinmir YouTube video çəkdiyimi, yumurta video çəkdiyimi düşünün. Hələ? Hər nəysə, dünənləri vlog qısa oldu məncə, ancaq sıxıntı sürdüm və yerdə qalan yerdə video çəkmək yadımdan çıxdığına görə bu gün də qatacağım bu videoya. Videoya indi like edib kanala abunə olmağı unutmayın. Səhər duranda yuxulu oluram deyə videoya başlatmaq yadımdan çıxır çox vaxt. Amma inşallah sabahdan çıxmaz, yəni bir də bu həftəlik vlog gələcək. Ondan sonra amma çalışacağım, ya da 2 günlük. Ondan sonra amma çalışacağım günlük vlog atıb. İndi marif ötürəm Astanovkaya. Oradan da qaydacağım məktəbə dərslərimi yazacağım. Girək. Əziz dostlarım, deyəsən mikrofon budur çənəmdəki, ona görə küləyin səsi gəlməyəcək məncə. Bəli, günlük vlogdan təkrar salamlar. Nəsə gündə ancaq səhər çəkirəm günlük vlogu, gün yadımdan. Və bugün çalışacağım ki, həqiqi vlog kimi çəkim. İndi hazırlığa gedirəm. 2 günlük vlog olsaydı bu gün, 3 günlük vlog olacaq yəqin. Əgər axşam da çəksəm. Bəli, hazırlığa gedirəm. Bu müəllimənin kitabı. Bu da sumkam belimdə. Sumkanı niyə belə taxıram? Çünki o biri qulpu qırılıb. Bəli. Ay, budur. Bəli, gedirik. Bəli, dostlar, hazırlamadayım. Vlog çəkdiyimi və fərqinə vardım və vlogu avtomatik həftəlik vlog elədim. O, burada balkon da var imiş, hətta. Nəsə də indi hazırlamadayım. Deyim, bunu da vlog əlavə edeyim, boş-boş şeylər olmasın. Öyle, buradan tullansam elərəm görsən. Ölmərəm məncə, amma yenə. Burada şey var, dırmaşma olar. Kazual deyilər deyəsən. Hər nəsə, vloga da əlavə 3-5 bir şey əlavə edeyim buradan. Sabahları maşın sərgisinə gedim, oradan da bəzi videolar çəkib əlavə edəcəm. Bu nəsə avtomatik həftəlik vlog oldu, mən düzdür. Günlük vlog çəkəcəydim, mən həftəlik olsun, nə olsun. Ha, bir gün, hə bir həftə. Nəysə, bəli. 2-3 dənə seyf çəkim. Səhnəcikdən də 3-5 də şey gizlini çəkib bilsəm qoyacam. Düzdür, telefonum zakasazdır, amma bacardığım qədər çəkəcəm. Telefon işi deyəsən, açıq qalır. Hər nəysə, belə. Şəkillər çəkim mən, sağ olun. Qardaşımla bir yerdə gedirik maşın sərgisinə. Bu dəqiqə. Sən otur, mən video çəkim. Hə, o da arxada maşın sərgisi. Biz də gedirik yavaş-yavaş. Günlük vlogu həftəyə vlogu çevirdim, qəşəng bir şəkildə, görürsünüz. Hə, nəysə, maraqlıdır, gedək. Buradayıq, çatdıq. İşə maşınlar var. Gördüyünüz kimi. Burada işə maşınlar var, indi içəyə girməyə yoxlayacaq. İçəyə girməyə icazə vermədilər, hə. Amma çöldən bacardığım qədər çəkəcəm. Burada bu maşın markasını bilmirəm, orada Aston Martin 2009 falandır. Orada təzəsi var 2016. Bu da təzə Aston Martin'in SUV-udur. Ən tilkin Aston Martin seçilmişdi. Bu da Lamborghini. Burada Urus. Orada başqa bir də Aston Martin, orada i8 var. Bu və o, bu köhnə modelidir deyəsən. Bu 2018-də, o 2020-dir. İkisi də dünyanın ən çəkin maşını seçiliblər, niyə bilmirəm. Adamlar çox yavaş-yavaş gedirik bizdə. Burada M8 Əla i8 orada, o tanışdır. Ay, Alfa Romeo. Bunu mən İtaliyada görmüşdüm, çəkmə yadımdan çıxmışdı. Bu da Maserati, orada Audi. Maserati. Bax, bu M8 Competition. M5 var, orada da Porsche. M3 Competition'dır məncə. Bu maşınlar Azərbaycanda bir dənədir. O da Qarabağ Motorslar deyəsən. Avtosalonda maşın salonudur. Oradadır. Və ölçüdə bir dənədir bu Mercedes. Əladır. Karbon detallar, karbon spoiler, karbon kapot. Və içəridə nə qədər karbon detal görə bilərsiniz. Yəni SLS şedevrdir də konkret. Burada bir də M5 var deyəsən, ya da M4. Burada Ferrari Roma'dır bu. Ferrari Roma.
Orada M2. Bunun Bakıda var olduğu mənim heç xəbərim yox idi. Burada o Mercedes markasının yalan deyil, yəni dəqiq bilmirəm. Bu Ferrari Roma. Orada 911. Görürsünüz yuxarıda. Yaşlı rəngdə 911 var. Bilmirəm nə qədər səsim gəlir, amma bacardığım qədər qışqır-qışqır danışıram ki, videoya səsim düşsün. 911 daha yaxından. 911 var. Şurada Ferrari Roma, 2 dənə dalbada. Yine Urus. Göyləşdim görməyi Urus'u. Burada geçən adam azdır. Ferrari Roma falan yaxşı çəkə biləcəm. Amma mahnı çoxdur burada. Bilmirəm səsim yaxşı düşür ya yox. Burada bu ali məsələ deyil. Burada Lamborghini Urus. Burada başqa bir Urus. Orada məncə bu da Urus məncə. Hə, başqa bir Urus və yenə bir Urus. Bütün Bakıdakı Urusları yığıblar bura. Ferrari Roma. Bunun markasını bilmirəm. Pro Urusları yığıblar. Ölkədə nə qədər Urus var? Elə ki 7 dənə saymışam. Ölkədə 12 dənə Urus var. Və 7'si 8'i baxaq. Hə, 12 dənə Urusun 8'i buradadır. Uruslardan o bir maşınları fikir verənmədim. Ferrari Roma. Bunun markasını bayaq bilmirəm. Orada başqa bir Urus. Orada bunun markasını bilmirəm, amma bu Lamborghini'dir. Lamborghini Urusların əslində düzəltdiyi SUV. Bildiğimiz tək maşın yaxından. Qapısı bağlıymış. İşin Lənkərandaydı. Lənkərandakı Lamborghini görüşündə. Hə, Hüseyin Qasanovun maşınıdır. Orada başqa bir Urus var, Badikidli. Sadava gördüm. Qardaşından şəkil çəkdirib. Şey eləmə icazə vermədi. Video çəkməyimə icazə verənlər buradadır, deyil ha. Çağırdım, gəldi. Ben Xosrov abinə çağırıyorum. Xosrov! Xosrov! Abi! Dəy şəkil çəkdirək də. Gəlir. Gəlir sən o gəlir. Ben onunla şəkil çəkdirək. Evet abi. İdman zamanı girəndə bir dəfə indi burada da bir dəy şəkil olsun da. Aha videodur. Tuttu video çəkdiyimi. Amma nəsə də çəkdim. Ay. Bugatti'də o. Bugatti'də var. Orada Bugatti var, cəmaət qabanı izləyəm, görünmür. Aston Martin. Bugatti. Chiron. Gözəlimiz Bugatti həyatda. Artıq açıq zonadayıq və maşınlara baxa bilərik rahat-rahat. Bakın burada bir de 101 var. Buraya yasamal. Yasamaldır. Aa ya. Başta o başta. Oyrius. Yaşa M4 competition var. Bilmem onu seçtim ama dev bilmem de çəkəcəm. Deməli 2022-ci ya da 2020-ci ilin tam dəqiq bilmirəm. M4 competition'ıdır bu. Belə göstərək. Difüzörler falan her şey karbondur. Kapotda karbondur ama kaplama eləyiblər də ya belə deyil. Yəni vinillətdiriblər. İçəridə də karbon nə qədər karbon detal var, bir də diqqətlə baxın. Burada da Porsche 911 Turbo S. 911'in bu fara çıxıntıları, yəni sizə Bugatti'ni yaxından göstərəcəm. Turbulondur bu. Yok, turbulon değil. Eyni nömrədir, amma başqa Bugatti'dir. Hadi. Nömrə eynidir. Başa evler. İçeri mavi. Uf. Çok güzeldi. Ay, ayağımın altına nəsə var. Burada Ferrari Roma, Genesenci Roma'da görürəm. Da Bugatti'ni də indi qabaqdan çəkməyə çalışacağam. Yavaş-yavaş qabaqdan çəkməyə çalışıram. Adamlar gəlir, çox oldu bura. Bu markasını bilirəm amma bu Roma'dır, Ferrari Roma. Lamborghini Huracan. Bu eynisi. Ya Ermənistan'da, Gürcistan'da da var idi.
Sonra Gürcüstan gedib deyəsən Azərbaycan gəl. Bu çox pesat maşındır. Əladır. Azər bir dənədir. Gil yenə oradadır. Bir də çağırın şəkil çəkdirini görəsən. Yox. Nazar Holding. Nazar Holding anı. Nazarın maşını. Lan bu. Yox, Ferrari. Bu. Maşın 2024'ten sonra çok geçey oldu. Bunun competition daha geçeydi. Bunu Amerikalı bilərdən modifiye edib deyəsən 3.2 saniyəyə 0-100'də qaldırmış. Yoxsa lap az, tam dəqiqətində deyil. Mercedes nəyinsə GT'si, orada Porsche. Mercedes'i gördünüz bayaq. M5 təzə, M8 competition onu da bayaq göstərdim. Burada deyəsən, Corvette. Yo, o Chevrolet, şunun adı yadımdan çıxdı. Corvette deyildi bir dəqiqə. Neyse, siz nə demək istədiyimi bildiniz. Amerikanski bir dənə maşın idi, Amerikanka. Hayda. Neyse, yadımdan çıxdı, yadıma düşən deyərəm. Belə. Porsche GT4. Burada maşın alırlar deyəsən. Burada Taycan imiş ha. M5 2024. 25 ola bilər əslində. Amma yenə də 2 tonluq bir maşındır. Yəni onun məncə salonsuz falan qoysaydılar və sürətli olsaydı lap yaxşı olardı yəni. Hal-hazırda BMW sürətdən keçsi komforta məncə o dizayndan. İndi görək 2025-də 26-da nətər dizayn çıxardacaqlar. Bayaq göstərdiyim Honda Civic Sport Qəşəng maşın deyil. qəşəng maşındır. Yəni buradakı ən ucuz maşınlardan biri ola bilər, düzdür, qiyməti 100 yoxsa 50 min dollar civarındadır. Ya da 150 min. Amma bu maşını Azərbaycanda bir dənədir. Belə göstərim sizə. Hoppa. Qəşəng maşındır. Qaqaş gəldi ki, burada Civic'in nə işi var? Qayıtdım dedim ki, Azərbaycanda bir dənədir. Bayaq dünyanın ən çirkin seçilən Aston Martin SUV-larını göstərib. Bu ikisi də yəni 2020-2018. İkisi də təhlükəsində dayan maşınları çəkin biraz. Red Bull komandasının Formula 1'i F1 kar. Bu kubokdur, Formula 1'də veriləcək Azərbaycan Grand Prix-sində. Bu da şedevr. Yəni full karbon olan bir maşının 0-100'ünü falan deməməcə ehtiyac yoxdur. Çünki bu həm də F1 kardır. Special buna görədir. M8'in səsinə qulaq asın. Belki oradan çeker, seçmedi. Dedim maşını belki oradan çeker, seçmedi. Hiç cezası yok. Okay. Bir daha popcorn seçmiştim. Benim işim buradan 100%. Şimdi biz oturmuşuk kafede. Su içili kardeşimden, kofe. Ve maşın sesini eşittik. Yani biz burada oturmuştuk, kardeşim su içirdi. Bir de bundan zakaz elədim. Özümə qutardım, ikincisi de bu. Stakanın eləyəndə açdı, qırıldı. Və qardaş barista kokteyl düzəldən çox yaxşı sayıldı və saçım düzəldi. Çok peşmanam. Yani utanıram belə deyək. Çox. Şeydi. Gürcistan'dan gelen bir de Mansur Rolls Royce var. Buraya çekim size. Əladır. Belə çəkim. Sağ olun.
Mansori. O vaxt o şeydə görmüşdüm mən. TikTok'a görmüşdüm. Da bax işte. Əladır. Dışa basılıb, karbon detalları əlavə edilib. Bomba kimidir də yəni. Ən çirkin maşının səsi. Ən çirkin SUV-un bu arada. Hə. Qardaşım Əli içəridədir qardaşım. Görsən? Əlidir də. Əli! Əli! Hansı da Əli? Allah sənlə Tərvaydı şəkillərini çəkəcəkdim, tez qaçdılar. Dəqiqə. Dobermanlar. Şirin də etdi. Amma qəşəng yer də bizi. Qəşəngdir. Doberman. Ay, Qəşəng. qızğın kəsiblər iti. Hədə dalaşanda bit düşməsin, dalaşan əzilməsin. Şeydir. Qardaşımla bir yerdəyik, pul axtarırıq hamıdan. Çünki pulumuz yoxdur. Pulumuz yoxdur. Buyur qaqa. Üzrürsən. Hər nəsə, evdən az pulla çıxmışdıq. Mənim stakan qırmağım falan, yüngü var, orada pul getdi. İndi 1 manat axtarıram ki, M10-a vuram və avtobusdan gedəm. Siz bu deyə baxırsınızsa, mən çünki tapmışam pulu ki, editləyə bilmişəm. Elə ki, evə piyada qayıtmışam. Hər neysə, videoya like atıb kanala abunə olmağı unutmayın. Bundan sonra maraqlı bir şey çəkəcəm. Hələlik. Şükür Allaha evə çatdım dostlar. Bəli. Həftəlik vlog başda günlük olub, sonra 2 günlük, sonra 3 günlük, sonra da həftəlik olan vlogumuzun sonuna gəlib çatdıq. Videoya like atıb kanalıma abunə olsanız çox sevinərəm. Sizinlə mən Musa Əsəlli idim. Gələcək vloglarda, videolarda falan görüşək inşallah. Hələlik, sağ olun.